Dostlar, xoş gördük sizləri. Prospekt yolun kənarı, Heydər Əliyev prospektinin kənarında 16 mərtəbəli yeni tikili binanın 13-cü mərtəbəsində kupçalı bir mənzil. 2 otaqdan 3 otağa düzəlib. Qiymət də çox yaxşı bir qiymət təklif olunur hal-hazırda. 86 kvadrat metrdən ibarət mənzildir. Əsas giriş qapısından tanış olaq. Baxın, bura əsas giriş qapısıdır mənzilə daxil olmaq üçün. Əsas qapıdan evə daxil olduqda bu formada bizi dəhliz sahəsi qarşılayır. Sağdan davam eləyək bir tanış olmağa. Sanitar qovşaqdır. Binada bütün kommunallar fasiləsizdir. 2 sürətli lift mövcuddur. Çox yaxşı bina sayılır bu binalar. Burada yataq otaqlarından biri. Şərait yaradılıb, kombi var, kondisioner var, müəyyən şəraitlər var ki, yaradılıb. Hərəkət eləyək. Burada ilk başda çəkilişə başladığımız həmən yataq otağı, bu yataq otağından eyvan sahəsinə keçid var. Eyvan sahəsində kombi aparatı, qazın sayğacı quraşdırılıb, ətraflı gələndə tanış ola bilərik. Baxın, bura isə mənzilin geniş bir mətbəx studiyasıdır. Baş tərəfdə isə evin mətbəx sahəsi nəzərdə tutulub. Qiymət bu günə təyin olunub 135 min manat dəyərli dostlar. Xırdalan şəhərinin tam mərkəzi, bazarın yanında kupçalı 86 kvadrat mənzil, 16 mərtəbəli bina mənzil yerləşir. 13-cü mərtəbədə ipotekası hazır olan dostlarımız da bu mənzillə bağlı bizimlə əlaqə saxlaya bilər. Dəyərli dostlar, mənzil bundan ibarətdir. Çəkdiyimiz bütün əmək vəziyyətinin hamısı sizlərin daha yaxşı mülk ev sahibi olması üçündür. Qiymət 135 min manat, 86 kvadrat, 17 mərtəbəli binanın 13-cü mərtəbəsi, Xırdalan şəhərinin tam mərkəzi. Sağ olun, salamat qalın.